Salam uşaqlar. Kəsr məsələlərində uşaqların ən çox səhv elədiyi bir sual tipinə baxaq. Bir topda olan 120 metr parçanın əvvəldə 5-də 2-sini, sonra isə qalan parçanın 4-cü hissəsini kəsib işlətdilər. Topda neçə metr parça qaldı? Bu tipli məsələlər şərtlə rahat yazmaq olur uşaqlar. Deyirəm var. Əlimdə nə qədər parçam var uşaqlar? 120 metr. Əvvəlcə işlətdi. Qısaca yazıram. Əvvəlcə işlətdi. Deyir parçanın, yəni 120 metrin 5-də 2-sini. Mən də tez 120-nin 5-də 2-sini tapıram. 5 ilə 120 ixtisar edər 24, 24-ü də 2-yə 48 metr. Deməli, əvvəlcə 48 metr işlədim. Deyir sonra, yazıram, sonra işlətdim. Uşaqlar deyir sonra qalan parçanın 4-də 3-ü 120 metr idi, 48-in işlədim. Nə qədəri qalır? 120-dən 48-ni çıxıram. 72. Bu qalan parçanın 4-də 3-ünü işlədim. Bu deyilir 54 metr. Topda neçə metr qaldı? Yazıram, qaldı. Uşaqlar 120 metr parçam var. Əvvəlcə 48 metrin işlətdi, sonra da 54 metrin işlətdi. Neçə metr qaldı? Cavab 18 metr. Düzgün cavab A bəndi.